Bakının daimi tələskənliyi, bitməyə bilməyən tıxacları və səs-küyü. Etiraf edək ki, hamımızın ağlından bəzən hər şeyi yarıda buraxıb sakit bir rayona köçmək keçir. Amma reallıq üstün gəlir. Bəs iş, bəs karyera. Bugün Bakı sakinlərinə maraqlı və sadə bir sual verəcəyik. Əgər rayonlarda iş yerləri yaradılsa, istədiyiniz şərait olarsa, Bakını tərk edib gedərsinizmi? Əgər gedərsinizsə, hansı rayonu seçərsiniz? Rayonlarda iş yeri açılarsa, rayonda gəlib yaşayarsınız? Oy, necə yaşayaram, bilmərsən, elə müəllimlik elərəm orada. Valla, belə ürəkdən fərqi yoxdur mənim üçün. Rayon olsun, gedim qəşə, belə dağ ətəyi olsa daha gözəldir. Elə işləyərəm, belə bütün nəyim var verərəm də tələbələrimə, şagirdlərimə. Mən ümumiyyətlə bir də anadan olsam yenə müəllim olaram. Allah sizə çox Hə, müəlliməyəm, hə, amma bir də olsam yenə müəllim olaram. Rayonlarda iş yeri açılsa, düzü gedərəm, niyə getmirəm? Fərqi yoxdur, amma iş yeri açılsa gedərəm. Getmə, özüm əslən Füzulidanam, getsəm ora gedərəm. Məmnuniyyətlə gedərəm, amma ixtisasıma uyğun iş yeri açılsın da. Nə iş istəyirsiniz məsələn? Məsələn, mən özüm ivrit dilindən tərcüməçiyəm. İndi orada da bilirəm ki, ivrit dilindən tərcümə biraz çətin olur. Amma asan xidmət və s. belə yerlər açılsa, məmnuniyyətlə gedərəm, problem yox. Mənə elə gəlir ki, yaşamaq üçün əsas gedib rayon kənd şəraitində yaşamağa. Biz uzun illər şəhərdə yaşamağa öyrəşmişik. Amma mən bugün dərk edirəm ki, rayonda, kənddə yaşamaq daha yaxşıdır. Məni şəraitimi düzəlsə, yəni ehtiyac yaransa, təbii ki, çox böyük məmnuniyyətlə rayonda yaşayaram. Hansı rayonda yaşamaq istəyirsiniz? İmişlidə doğulmuşam, böyümüşəm, yaşayaram orada. Amma azad olmuş torpaqlara da ehtiyac yaranarsa, yəni orada da şərait yarada bilsəm yaşamaq üçün, mən çox böyük məmnuniyyətlə Xankəndində yaşayaram, Şuşada yaşayaram, Ağdamda yaşayaram, Laçında yaşayaram, Kəlbəzərdə yaşayaram. Yəni böyük məmnuniyyətlə gedərəm, həvəslə də yaşayaram. Tək Allah ömür versin inşallah. Allah can sağlığınızla ömür versin. Uğurlar olsun sizə də. Bu gözəl bir təbliğat vasitəsidir. Çünki insanlar kənddə, şəhərdə, kəndlərdə, rayonlarda yaşaya-yaşaya onlar hesab ediblər ki, ən yaxşı yaşamaq yeri şəhərdir. Şəhərdə göz qamaşdıran o işıqların dalıcan gəliblər. Hamısı da indi ehtiyacdan, filandan iş belə alınıb, yaşayıb. Amma əsas mahiyyət kəndləri doldurmaq lazımdır. Ondan sonra rayonları da doldurmaq lazımdır. Təbii ki, orada yaşamaq üçün iş yerlərinin açılması da önəmli faktordur. İnsanlar şəhərə axın olmasın, yaşasın. Orada İnsan biyoloji varlıqdır. Onu yaşatmaq üçün təmiz hava, təmiz su, təmiz qida lazımdır. Onların hamısı da mən hesab edirəm həm kənddədir, həm rayondadır. Ona görə ora çağırış eləməyin vaxtıdır. Çağırış eləyin, təbii ki, kütləvi informasiya vasitələri olaraq, televiziya olaraq bu təbliğat maşınından yarınmaq lazımdır, istifadə eləmək lazımdır. İnsanların şuurunda həmin o göz qamaşdırıcı işıqları biraz təbliğat vasitəsilə söndürmək lazımdır ki, qaydın kəndə, qaydın şəhərə, ora boşala bilməz. Əsas yük oradadır, yaşayış oradadır, şəhərin ehtiyacları oradan ödənilir, kənd təsərrüfatıdır, torpaqdır. Ataların belə bir məsəli var, torpağa əyilməsən, torpaq səni dikəltməz. Biz torpağa əyilməliyik, torpağı əkməliyik, becərməliyik, Dədə Qorqud demişəm. Ondan da həm şəhər faydalanmalıdır, həm kənd, həm də ki, rayon. Mən ümumiyyətlə rayonda yaşamağı sevirəm. Özüm şəxsən Qarabağlıyam, Qubadlı rayonundan. Həm rayona qayıtmaq istəyərəm. Amma iş yerləri açılsa, məsələn, öz ixtisasıma uyğun və ya indi mən bakalavr məzunuyam da, magistr ixtisasıma uyğun falan açılsa, qayıdıb orada yaşamaq istəyirəm. Nəyə görə? Xüsusi əsas arqumentlərdən biri şəhərdə olan sıxlıqdır. Sıxlıqdan dolayı rayonda məskunlaşmaq, orada yeni inkişafa töhfələr vermək məncə daha ağlabatandır. Xeyr, əslində istəmərəm. Bakı sənə bağlayan nədir? Bakı, yəni burada çox komfortludur da, metro, avtobus, hər şey əlin altındadır birincisi. Əslində də Bakıda da qalmaq istəmirəm. Yəni İngiltərəyə. Aha, İngiltərəyə getmişsin. Yəni Azərbaycan tərk edilmək üçün. Bəli, oxumaq üçün. Bakını tərk edib rayonda yaşayarsan? Hə. Hansı rayonda yaşayarsan? Qəbələdə falan belə meşəli yerlərdə əsasən. Nə işləmək istəyirsən həmin o Qəbələdə, meşəli yerlərdə? Valla işləmək belə daha çox
işləyib ora istirahətə getmək istəyirəm, amma orada da yaşasam əgər orada nə işləmək istəyirəm? Bağçılıqla məşğul olaram yəqin ki. Bağçılıqla? Bəli. İnşallah. Özün nə üzrə oxuyursan hal-hazırda? Özüm liseydə oxuyuram. Hələ ki 9-a keçmişəm. 9-a keçmişsən. Bəli. Uğurlu olsun. Nə olmaq Çox sağ istəyirsən ol. böyüyəndə? Böyüyəndə mühəndis olmaq istəyirəm inşallah. İnşallah. O qismət əvvəlcədən olsaydı daha yaxşı olardı. Yəni mənə uyğun iş olsa gedərəm. Hansı rayona getmək istəyirsiniz? Təbii ki, öz rayonuma gedərdim. Öz rayonunuz hansı? Tovuz. Tovuz. Ne işiniz nədir? Nə üzrə getmək Mənim işim telestudiya üzrədir. Radio rabitəsi, radio yayımı, televiziya sistemləri. Əvvəldən o iş mənə nəsib olmadı, qismət olmadı, işləyə bilmədim o işdə. Müəllim işləyirəm. Mən artıq 73 yaşım var və bütün ömrüm Bakıda keçir. Gedib rayonda mən nə edə bilərəm? Mən elm adamıyam. Burada məşğulam. Yaxınlarım, qohum əqrabalarım, qardaş bacılarım rayondadılar. Yaxşı yaşayırlar. Yaşayışları gözəldir, yaxşıdır. Heyvan saxlayırlar, əkin əkirlər, biçim biçirlər. Əlbəttə rayonda yaşamaq çox gözəldir. Rayondakılar çox təəssüf ki, indi hamı Bakıya gəlib, neft buruqlarının arasında yaşayırlar. Bu əvvəla onların səhhətinə ziyandır. İkinci də ki, məhsul bolluğu yaratmırlar bu insanlar. Kənd təsərrüfatını inkişaf elətdirmək üçün, aqrar sahəni qabağa aparmaq üçün rayondan Bakıya gələn cəmaat kəndə qayıtmalıdır. O verilişlər verirlər, bilmirəm sizin kanalda var, yox, kəndinə qayıt. Bu gözəl aktual mövzudur. Və kənddə bir gün heç kim yaşamasa, sabah Azərbaycan kəndi muzeyə qoyulacaq, kəndə qayıtmaq vacibdir. Qayıdıb aqrar sahəni inkişaf elətdirmək Cənab Prezidentin dediyi kimi prioritet məsələdir. Çox gözəl sualdır, çox gözəl problemdir, bunu qaldırmışsınız. Ümumiyyətlə, mən tədqiqatçı jurnalistəm, 84-də qəbul olmuşam, 89-da qurtarmışam, 90-cı illərdən Bakıdayım. Əlbəttə, Sovet dövrünə biz, Sovet dövlətinə, Sovet dövrünə minnətdarıq. O dövrdə biz təhsil aldıq, bugün o təhsil yoxdur. O dövrdə biz zəkalaşdıq, o zəka bugün yoxdur. O dövrdə biz elm aldıq, o elm bugün yoxdur. Və təsəvvürə gətirin ki, mən Yardım rayonunun Çanaqbula kəndindənəm. Yardım rayonu dağlıq rayondur. Vaxtı ilə, yəni Sovet dövründə, hətta babalarım danışır ki, müharibə dövründə Yardım rayonu Lənkəranı, Astaranı, o cənub zonasını taxılla saxlayıb. Ancaq bu günləri Yardımda işsizlikdir. Yardım rayonunun Çanaqbulaq kəndində, bizim kənddir, doğma kəndimizdir, orada olan cavanların hamısı qaçıb gəlbə Sumqayıda. Sumqayıda yolunuz düşə görərsiniz, Yaşıldərə adlı bir yer var. Mənim günümə, o Yaşıldərəyə, ayıma yoxa, günümə 1000 manat pul versələr, qal bu Yaşıldərəyə, bircə saniyə qalmaram. Bəs yaxşı bu cavanlar bura niyə gəliblər? İşsizlik üzbatına. Güya Çanaqbulaq kəndində, o kənddə Aslanlı, Bərzan, orada iş yeri yaratmaq mümkün deyil. Mümkündür. Amma kimin marağındadır? Bunu kim eləməlidir? Mən bu yaşımda, 66 yaşım var, məsələn, mən jurnalistəm falan, amma bütün bunlara baxmayaraq, mənim əlimdə layihəm var, xarici layihədir, dünya layihəsi. O layihəndə qalibiyyət gələcəm inşallah, o layihənin mən pulunu götürüb, gedəcəm ata yurduma. Burada arıçılıq təsərrüfatı yaradacam, bazardığım əgər pulu, yaxşı pul götürsəm, orada iş yeri açıb, gəncləri qaytaracam kəndə. İnşallah. Çünki mən çıxışımın birində də demişəm ki, hər evdə 200 qarı qalıbdır, namusum, qeyrətim, arım qalıbdır. Qayıdın cavanlar, qayıdın kəndə. Cavan da mənə deyir ki, biz nətər kəndə qayıdaq? Birincisi, təbii ki, hal-hazırda işlədiyim istiqamətlə əlaqəli iş imkanları olarsa, bunu təbii ki, dəyərləndirərəm mən. Ancaq bu hansı rayon olmağa bir o qədər prioritet hesab edirəm olmamalıdır. Nəyə görə? Çünki bütün rayonlarımızda əgər o imkan yaranırsa, orada buna müvafiq digər infrastrukturlar da formalaşdırılır. Ən önəmli məsələ hesab edirəm rayonda iş yeri ilə paralel həmin insanların işdən sonraki həyatlarının daha səmərəli, daha məhsuldar formalaşması üçün digər strukturların formalaşdırılması. Bunlar hər ikisi paralel tənzimlənməzsə, sadəcə iş yerləri açılmaqla insanların rayonlara qayıtmağa biraz məncə real görünmür. Heç bir rayona getmərəm, çünki biz Bakılıyıq. Niyə rayona gedək ki? Sakinlərdən aldığımız cavaba görə bütün sakinlərin hər biri Bakıdan gedib rayon yerlərində yaşamağa tam hazır və tam razıdırlar. Tək ki iş yeri olsun.